Bax 18 yaşım olan günü qovacaqsan, mən deyirəm, hə 18 yaşın olan günü mən səni evdən qovacam. Çox rahat olanda insan fikirləşəndə ki, papa eləyəcək, mama eləyəcək, o var, bu var. Elə bil çalışmağa da bir motivasiya olmur. Məsələn, mən yoldaşıma deyirəm ki, yoldaşım da elə fikirləşirəm ki, oğlanlara vəbşə demək lazımdır ki, sənin heç nəyin yoxdur. Nə evin var, nə maşının var. Mən uşaqlarıma dərs oxumayanda onlara deyirəm ki, siz fikirləşirsiniz ki, belə rahatçılıq həmişə olacaq. Deyirəm, siz əgər top universitetə daxil olmasaz, mən birincisi sizi xaricə göndərməyəcəm oxumağa. İkincisi də ki, 18 yaşınız olacaq, gedin, özünüz harada istəyirsiniz, işləyin. Mən heç nə eləməyəcəm sizə. Ancaq oxusaz, eləyərəm. Oğlum da balacadılar, də 11 yaşlarıdır. Bax 18 yaşım olan günü qovacaqsan, mən deyirəm, hə 18 yaşın olan günü mən səni evdən qovacam. Ya oxuyacaqsan, ya da ki oxumayacaqsan.